Oktyabrın ortalarında yəqin ki, parlamentdə korrupsiyaya qarşı mübarizə haqqında yeni qanun layihəsi təqdim olunacaq. Təşəbbüs Gürcü arzusuna məxsusdur. Düzəlişlərə əsasən dövlət qulluqçuları, siyasi məmurlar, qeyri-istehsal hüquqi şəxslərdə, tam səlahiyyətli hüquqi şəxslərdə və dövlət müəssisələrində çalışan şəxslər Gürcüstan Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifə və ya maliyyə cinayətlərini törətdiklərinə görə onlara qarşı hökm qanuni qüvvəyə minərsə, hər il onlar Antikorrupsiya Bürosuna əmlak durumunun bəyannaməsini hər il 30 il müddətinə təqdim etməyə borclu olacaqlar. Gürcüstan parlamenti mətbuata açıqlama verib. Orada hansı məmur cinayətlərinin ifşa olunmuş şəxslərin əmlak statusu ilə bağlı aktiv monitorinqin aparılacağı maddə ilə göstərilib. Gürcü arzusunun təqdim etdiyi yeni təşəbbüs artıq siyasi spektrdə dəyərləndirmələrlə müşahidə olunur. Levan Xabeyişvilin məsələsi ilə bağlı növbəti brifinqi milli hərəkata keçirilib. İrakli Nadirazinin sözlərinə görə Xabeyişvilin ictimaiyyətə hər cür ünsiyyəti, həmçinin zəng və məktublar göndərmə hüququ qadağan edilib. Lakin Nadirazə deyir ki, heç nə dəyişməyəcək və oktyabrın 4-də hökumət sülh yolu ilə devriləcək. Müxalifət qondarma dinc devirmə planının yeni təfərrüatlarını ictimaiyyətə çatdırır. Bata Burculadze izah edib ki, seçki günü üçün nəzərdə tutulan mitinq üçün 3 yer olacaq. Eyni zamanda həmin gün Nazirlər Kabineti də ictimaiyyətə təqdim olunacaq. Burculadze onunla qeyd edir ki, saat 8-ə qədər onlar artıq hakimiyyəti müxalifət verməli olmalıdır. Bu plana digər müxalifət partiyaları da cavab verir. Bu bəyanatlar Qaxaryanın partiyası üçün ciddi deyil. Lelo partiyası seçkilərlə bağlı fikirlərini bildirdikdən sonra mitinqə çıxacağı istisna etmir. Öz növbəsində hökm komanda sülh və tam seçkilər vəd edir. Bugün şəhər məhkəməsinin Elena Xoşdarya barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsini müzakirə edəcəyi gözlənilir. İstintaq orqanının məhkəmədən nə tələb edəcəyi girov və ya həbs cəzası məhkəmədə açıqlanacaq. Prokurorluq dünən Elena Xoşdaryanı başqasının əmlakına qəsdən ziyan vurmaqda ittiham edib. Müxalifətçi siyasətçinin həbsi hələ də müzakirə olunur. Müxalifət işi siyasi motivlə adlandırır, hakim partiya isə Xoşdaryanın həbsinin tam qanunlara uyğun həyata keçirildiyini iddia edir. Gürcü arzusu əmindir ki, Xoşdarya müxtəlif dövlətlər tərəfindən daimi sabitliyi pozan təxribatçılardan biri kimi istifadə olunur. Xatırladaq ki, Elena Xoşdarya ilə bağlı aparılan istintaq sentyabrın 14-də Tbilisidə Gürcü arzusunun Demokratik Gürcüstan siyasi partiyasının seçki qərargahında yerləşdirilən banerlərinin zədələnməsi ilə bağlı mübahisə edir. Brüssel əsas Avropa dəyərlərinə qayıtmalıdır. Parlamentin sədri sosial şəbəkədə yazır. Şalva Papaşvinin Donald Trump'ın ABŞ prezidentinin hüquq mühafizə orqanlarının əməkdaşlarına daş atmağın etiraz çərçivəsindən kənara çıxdığını və cinayət olduğunu bildirdiyini bəyanatına cavab verib, Papaşvili yazır. Bugün dünya zorakı etirazların demokratiyanın düşməni olması ilə razılaşır. Bunun fonunda ayı Eleneni dəstəkləyir, şüarları səsləndirmək, zorakılığın tərəfini seçməkdir. Brüssel əsas Avropa dəyərlərinə, qanunun aliliyinə və insan hüquqlarına hörmətlə qayıtmalıdır. Parlamentin spikeri yazır. ABŞ prezidenti və birinci xanım Londona gəliblər. Donald və Melania Trump 1955-ci ildən ABŞ-ın Britaniyadakı səfərinin iqamətgahı olan Winfield House binasında məskunlaşıb. Trump ABŞ səfəri ilə görüşüb və onu gördüyü işlərə görə təşəkkür edib. ABŞ prezidenti mətbuata da qısa şərh verib və qeyd edib ki, 17 sentyabr böyük gün olacaq. Bugün Trump Britaniya kralı ilə görüşəcək. Oktyabrın 4-də hansı seçki məntəqəsində səs verməli olduğunu öyrən. Bunun üçün Voters Georgia CSGO mobil aplikasiyasında və ya csgo.g saytında məlumatlarını yoxlamalısan, həmçinin sürətli ödəniş cihazlarından istifadə edə bilərsən. Məlumatlarını vaxtında yoxla və xəritədə seçki məntəqəsinin harada olduğuna bax. Nəzərə al, seçici siyahısında dəyişikliklərlə bağlı tələb sentyabrın 16-sına dək edilə bilər. MSK seçkilər ümumi işdir. 2025-ci il oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkiləri üçün seçki administrasiyası etnik azlıqlar olan seçkilərin seçkilərdə bərabər şəkildə iştirak etməsi üçün Azərbaycan və erməni dillərində müxtəlif xidmətlər təklif edir. MSK-nın internet saytında seçicilərin vahid siyahısındakı məlumatları yoxlaya bilərsiniz. Səsvermədə iştirak üçün tərcümə edilmişdir.
Seçicilərin vahid siyahısı, seçki bülleteni və onun doldurulma qaydası, səsvermədə iştirak posteri. Məlumat almaq üçün bizimlə əlaqə mərkəzi vasitəsilə əlaqə saxlaya bilərsiniz. 032 251 0051 MSK seçkilər ümumi işdir.